Dekabr ayıdır. Azərbaycanın yüksək dağlıq bölgəsində artıq qarın çiyin-çiyinə dayanmalı olduğu günlərdir. Amma hələ də bu yamacları boz torpaq örtür. Son illərdə qışın təqvimi dəyişib. Qar gecikir, sular azalır, yay isə daha isti keçir. Bu isə təkcə Azərbaycanın yox, bütün dünyanın qarşısında dayanan ən sərt ekoloji xəbərdarlıqlardan biridir. Beynəlxalq ekspertlər bildirir ki, 2023 və 2025-ci illər ard-arda ən isti illər kimi qeydə alınıb. Xüsusilə Cənubi Qafqaz regionunda qar örtüyü 20-30% azalıb və bir çox çaylarda da suyun səviyyəsi 15-40% aşağı düşüb. Və bütün bunları nəzərə alsaq, deyə bilərik ki, qış fəsli təxminən bir ay gecikir. Bəs qarın gec yağmasının əsas səbəbi nədir? Azərbaycan regionu üçün proqnozlar nələrdir? Hal-hazırda Azərbaycanda dağlıq ərazilərdə qar örtüyünün belə zəif olması əlbəttə ki, növbəti ildə Azərbaycanın müxtəlif sektorlarının su ilə təminatına çox ciddi təhlükə yarada bilər. Çünki qar örtüyü ilk növbədə dağlarda akkumulyasiya olunan su deməkdir və bu da yaz və yay aylarında, eləcə də yayın sonuna yaxın kənd təsərrüfatının su ilə təmin olunmasında çox mühüm rol oynayır. Ümid edirik ki, dekabr, yanvar və fevral və martın əvvəllərinə qədər Azərbaycanın dağlıq ərazilərdə qar örtüyü çox yaranacaq. Yox, əgər yaranmazsa, çox təəssüflər olsun ki, hətta qışda yağan yağıntılar belə çaylara axıb gedəcək və bizim üçün resursa çevrilməli olan suyu bu zaman özümüzə təhlükə kimi görə biləcəyik. Çünki su bizə bir resurs kimi yox, daşqın və fəlakət kimi çata bilər. Bu isə qar örtüyünün olmaması nəticəsində dağlara düşən suyun əlbəttə ki, çaylara sürətlə axması şəklində baş verir. Təbii ki, Azərbaycanın su ehtiyatlarının 70%-dən çoxu ölkə xaricindən gələn çaylarla bağlıdır. Qlobal istiləşmə, transsərhəd çaylarda azalma, daxili su hövzələrinin quruması riskləri artırır, amma dünya da bu risklərlə üz-üzədir. Alp dağlarında qar örtüyü rekord səviyyədə azalıb. Amerika Birləşmiş Ştatlarının Kolorado bölgəsində su qıtlığı ciddi xəbərdarlıq səviyyəsindədir. Himalay buzlaqları isə sürətlə ərməkdə davam edir. Qlobal iqlim dəyişmələri müasir dünyamızı təhdid edən əsas fenomendir və bu fenomenin təsiri getdikcə güclənməkdədir. Bu ilk növbədə özünü daxili regionlarda temperaturun artması fonunda yağıntıların azalması şəklində göstərir ki, bu da dünyanın çox əksər bölgələrində su qıtlığına səbəb olur. Su qıtlığının artması fonunda isə ərzaq çatışmazlığına səbəb olur. Temperaturun artması fonunda atmosfer yağıntıları azalır. Paralel olaraq təbiət hadisələrinin ekstremallığı da artır. Ekspertlərin fikrincə bu cür riskləri aradan qaldırmaq üçün bir neçə vacib məsələlər üzərində dayanmaq lazımdır. Məsələn, su idarəçiliyi yenilənməlidir, yağıntı suları toplanmalıdır, buzlaq monitorinq sistemləri aparılmalıdır, su israfı minimuma endirilməlidir, layihələrin iqlim adaptasiyası ilə bağlı planlamalar həyata keçirilməlidir və region ölkələri ilə artıq su diplomatiyası qurulmalıdır. Hesablamalara görə artıq əgər temperatur artımı bu templə davam etsə, 2040-cı illərdə Qafqaz regionunda qar örtüyü indiki səviyyədən də 40% qədər azalacaq və bu isə su, enerji və kənd təsərrüfatı üçün yeni dövr deməkdir.